Bəli, hər dəri tipinə uyğun bayaqları izah elədik. Məsəl üçün ki, biz dedik ki, 3 ana bölüm olaraq quru, yağlı və qarışıq dəri tipinə uyğun kremlər, sabunlar, yəni üz baxım biz bunlara ev baxımları və professional dermatoloji baxımlar olaraq biz bunları ayırırıq. Bir çox pasiyent elə bilir ki, həkimlərin istifadə elədiyi mən gedib evdə istifadə eləsəm olacaq. Xeyr, biz onlardan istifadə elədiyimiz zaman əlbəttə ki, hansısa bir cihazlarla, nələrləsə istifadə edirik ki, bu bizim professional klinik baxımımız deyirik və biz pasiyentlər üçün xüsusi olaraq ev baxımları deyirik. Bu gözaltı krem ola bilər, belə deyim sizə, lip dediyimiz dolaq kremləri ola bilər və yaxud da gecə kremləri dediyimiz, yuxu dövründə giydiyimiz baryer kremlər olaraq da biz bunları nəzərə ala bilərik. Hər dəri tipinə görə əlbəttə ki, uyğun preparatlar, uyğun məhsullar var. Ona görə pasiyent deyir ki, mənim dərim yağlıdır, mən gedim quruya görə istifadə olunan məhsulu istifadə edirəm, mənim dərimə düşmədi, sızanaq verdi və yaxud da quruluq verdi. Bu bundan qaynaqlandırır. Yəni mütəxəssis sizi doğru belə deyim preparata yönləndirsə, heç bir problem yaşamazsınız əlbəttə ki.